Sumqayıt təhsili daha bir uğura imza atıb. Belə ki, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin rus bölməsinin 9-cu sinif şagirdi Şəms Nəbiyeva və Texniki Təbiət Elmləri Liseyinin Azərbaycan bölməsinin 10-cu sinif şagirdi Göyçək Alızadə Sabahın alimləri 15-ci Respublika layihə müsabiqəsində tibb və sağlamlıq nominasiyası üzrə birinci yerə layiq görülüb. Texniki və Təbiət Elmləri Liseyinin 10-cu sinif şagirdi Göyçək Alızadə də layihənin məqsədindən danışıb. Bizim layihəmiz INSTA, Insulin Stability adını götürür. Yəni insulin stabilizasiyası, insulin mədə-altı vəzinin istehsal etdiyi bir hormondur və bilirik ki, şəkər xəstələri üçün həqiqətən də vacib bir hormondur bu. Şəkər xəstələri insulin iynələrini daim özlərinə daşımalı və istifadə etməlidirlər. Demək olar ki, hər gün eyni saatda və yaxud da gün aşırı eyni saatda istifadə etməlidirlər. Lakin insulin iynəsinin tərkibində olan incə dediyim insulin hormonu həssas bir hormondur və zülal mənşəlidir. Zülal mənşəli olduğuna görə o denaturasiyaya uğraya bilər temperatur dəyişkənliyi səbəbindən və insulin iynəsinin optimal temperaturu -2-8 dərəcə Selsiya arasındadır və bu intervalı sabit saxlamaq isti günlərdə və yaxud da həddindən artıq soyuq günlərdə həqiqətən çətin olur. Bu problemi aradan qaldırmaq üçün biz ağıllı bir termos ixtira etmişik ki, xəstələr istədikləri kimi iynələrini özlərinə daşıya bilsin və istifadə edə bilsinlər. Amerikada ICF 2026 yarışına gedərək ümid edirik ki, ICF-da qələbə çalıb vətənə qayıdacağıq. Bu uğuru əldə etdiyimə görə mən başda valideynlərimə təşəkkür etmək istəyirəm ki, balacılıqdan bəri təhsilimdə mənə dəstək oldular və mənim bura gəlib çatmağımda həqiqətən də valideynlər, məndən də çox valideynlərim dəstəyi var. İnşallah hamıya qismət olar bu cür sevinclər, bu cür uğurlar və mən gələcəkdə həkim olmaq istəyirəm. Liseyin direktoru Rüxsarə Məmmədova qeyd edib ki, bu yarışlar şagirdlərin inkişafında mühüm rol oynayır. Bizim Texniki Təbiət Elmləri Liseyinin şagirdləri də bu layihəyə 15-ci Sabahın alimlərinin 15-ci müsabiqəsinə, layihə müsabiqəsinə 4 nominasiya ilə qatılmışdılar. Həmin o 4 nominasiyadan 3-ü rəğbətləndirildi. 3 layihə yer tutdu. Biri bürünc medal, gümüş və qızıl medal layiq görüldülər. Və Alızadə Göyçək balamızın da layihəsi hətta final müsabiqəsinə layiq görülmüşdü və final müsabiqəsində də Göyçək həmin özünün buradakı layihəsi ilə bir daha o nominasiya üzrə Amerikada final yarışmasına qatılacaq və inanıram ki, oradan da böyük uğurla qayıdacaq. Bəli, birgə əməkdaşlıq və uğur onları Amerika Birləşmiş Ştatlarına aparır. Uğurlar Şəms Nəbiyeva, uğurlar Göyçək Alızadə. Şəmsdan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.